Usikum və nəfsi bitəqvallah. Keçən cümə qeyd elədik ki, cümə gününün söhbətlərində, xutbələrində böyük günahlara toxunaq, bəzi günahların haqqında danışaq. Çünki insan günahı tanımaqla onu tərk eləyə bilər. Ona görə də hər dəfə müəyyən bir günah haqqında bir neçə dəqiqə qısa şəkildə danışmağı qərara aldıq və keçən həftə yalan günahı barədə danışdıq. Bugün də inşallah qeybət haqqında ki, müsəlmanlar arasında geniş yayılmış bir günahdır. Qeybət haqqında danışmaq istəyirəm və qeybət haqqında olan ayə ilə sözümə başlamaq istəyirəm. Allah buyurur: İnnellezine yuhibbuna en teşi'al fahişete fillezine amenu lehum azabun alim. Buyurur, o kəslər ki, möminlərin pis işlərini, pis xislətlərini aşkar eləməyi sevirlər, möminlərin pis əməllərini danışıb aşkar eləməyi sevirlər, onlar üçün şiddətli əzab var. Allah ağır bir əzab vədəsi verir qeybət eləyən insanlara. İmam Sadiq əleyhissalam buyurur ki, hər bir kəs bir mömindən gördüyü və ya eşitdiyi pis bir şeyi, gözü ilə gördüyü və qulağı ilə eşitdiyi pis bir şeyi dilinə gətirib deyərsə, bu ayə ona aiddir. Yəni qeybət olmayan şeyi danışmaq deyil. Bizdə bəzən səhv bir şey var ki, olan şeyi danışıram. Bir möminin, bir insanın elədiyi səhvi, pis əməli, günahı açıb aşkar eləyib başqasının yanında onun pisinə danışmaq, elədiyi işi də demək elə qeybət sayılır. Eləmədiyi işi demək isə o böhtandır və onun ayrıca bəhsi var, o ayrı bir günahdır. Qeybət bir insanın elədiyi səhvi, elədiyi günahı və yaxud malik olduğu bir pis xüsusiyyəti başqasına danışmaq. Bu qeybətdir. Quran buyurur ki, sizlərdən bəziləriniz bəzilərinin qeybətini eləməsin. Məgər ölmüş qardaşınızın meydinin ətini yeməkdən xoşunuz gəlir? Qeybəti ölü əti yeməyə bənzədir Quran. Yəni, qeybətin axirət surəti budur. Qeybətin axirət surəsi budur. Qiyamətdə belə mücəssəm olacaq. Bir insan möminin pis işini başqa adama danışırsa, elə bil onun ətini yeyir. Və qiyamətdə pərdə çəkiləndə meyid əti yemək bu insanın əməlinin cəzası olacaq. Peyğəmbər bilirsiniz, Meyraca gedib. Peyğəmbərin həyatında mühüm hadisələrdən biri Meyrac hadisəsidir. Meyracdan gələndən sonra siz əgər fürsət varsa, imkan varsa, Meyracla bağlı kitablar var. Orada nəsihətlər var. Çox gözəl, xüsusi nəsihətlər var orada. Meyrac hədislərində. Peyğəmbər Meyracdan qayıdandan sonra orada gördüyü şeyləri cəmaata danışır. Allah ondan Meyracda danışır. Cənnəti göstərib, cəhənnəmi göstərib. Pərdələri çəkib Peyğəmbərin gözünün qabağından və qeybdə olan həqiqətləri Peyğəmbərə göstərib. Peyğəmbər orada deyir, mən belə bir şey gördüm. Gördüm bir dəstəni odun içində, cəhənnəm odunun içində yandırırlar və onlar murdar əti yeyirlər. Ölmüş bir insanın ətini yedizdirirlər. Mən Cəbraildən soruşdum ki, bunlar kimlərdir? Cəbrail mənə cavab verdi ki, bunlar dünyada cəmaatın ətini yeyənlər, yəni cəmaatın qeybətini eləyən insanlardır. Bunların axirət əzabı da belədir. Quran buyurur: Vaylun likulli huməzətil luməzə. Vay olsun üzə tənə vurub arxaca danışan adama. Bəzən eybi deməyin də yolunu bilmirik axı biz. Bəzən biz eybimizi bir-birimizə atmaca ilə deyirik, söz atmaqla deyirik, məsxərə ilə deyirik. Amma İmam Sadiq buyurur ki, qardaşlarımın ən yaxşısı odur ki, eybimi mənə hədiyyə verər. Hədiyyəni necə hörmətlə verərlər? Eybi də bir-birimizə hədiyyə eləməliyik. Yəni, eyb gördüysə bir-birimizdə, onu gəlib özünə çox mehriban tərzdə demək olar. Ki, sən mənim qardaşımsan, mən sənin taleyvə biganə döyürəm, mən səni çox istəyirəm və səndə bu eybi görmüşəm. Eybi axtarmaq yox.
Çalışma axtarasan. Birdən gördünsə və hər gördüyü də demək lazımdır. Görəndə ki, yox, bu davamlı şəkildə bu eyb birində var, onu çəkib gözəl şəkildə nəsihət eləmək məqsədə uyğundur. Tənə şəklində yox. Və Quran buyurur: "Vaylun likulli humazatil lumaza." Üzə tənə vurub dalca danışan hər bir şəxsin vay halına. Peyğəmbər buyurur: "Əl-gaybətu əşəddu minəz-zina." Qeybət zinadan pisdir. Qeybətin günahı. Çünki zina eləyən tövbə eləyir, bağışlanır. Qeybət eləyən gərək kimdən ki qeybət eləyib, onun halallığını alsın ki, Allah onu bağışlasın. Halallıq verməsə, Allah onu bağışlamaz. Hədisdə var ki, iki mömin bir-birinin əgər qeybətini eləyibsə, yaxud bir mömin başqa möminin qeybətini eləyibsə, onların ikisini də Allah cənnətdə cəm eləməz. Onlardan biri cənnətə gedər. Təbii ki, o adam ki, günah eləməyib. Qeybət eləyən, qeybət olunanla bir yerdə olmaz. Əlbəttə, tövbə eləsə heç. Tövbə eləyib, halallıq alsa heç. Peyğəmbər buyurur ki, çox qorxulu hədislərdən biri də budur ki, yalan deyir o şəxs ki, deyir, mən halalzadəyəm, amma cəmaatın qeybətini eləyir. Yalan deyir o şəxs ki, deyir, halalzadəyəm, amma cəmaatın qeybətini eləyir. Qeybət cəhənnəm itlərinin yeməyidir, Peyğəmbər buyurur. Bunu bizim alimlərdən biri təhlil eləyir, deyir, cəhənnəm köpəklərinin, itlərinin yeməyidir. Mənası budur ki, qeybət eləyən qiyamətdə, üzr istəyirəm sizdən, it surətində olar və elədiyi qeybətlər də həmin o çirkin yemək kimi onun qabağına atılar. Onun qiyamət surəti belədir. Hədisdə var, bir adam qeybət üçün addım atır ki, getsin, otursun, birinin qeybətini eləsin, ilk addımını cəhənnəmə atır. Hədis var, Peyğəmbərdəndir bu hədis. Bəndənin kafirliyə ən yaxın halı o haldır ki, mömin barədə bir eyb eşidir. Yadında saxlayır ki, bir məclis düşər, bunu danışaram. Eşidən kimi yaddaşına yazır ki, gedim oturum, məsələn, bunu şirin-şirin danışın. Buyurur ki, bu hal kafirliyə ən yaxın haldır, küfrə ən yaxın haldır və belə insanın axirətdə heç bir nəsibi yoxdur. Allah ona heç bir xeyir qismət eləməz. Hədisdə var, Peyğəmbər buyurur, odunları yandırdığı kimi qeybət də imanı yandırar, əməlləri yandırar. Bunu danışmışıq, qiyamət günündə biri baxır əməlinə, deyir, ilahi, bu mənim əməl dəftərimdir. Deyir, niyə? Deyir, mən filan ildə həccə getmişdim, onu buraya yazmayıblar. Mən filan vaxtı cümə günü məscidə getmişdim, onu buraya yazmayıblar. Cavab gələr ki, yox, bu sənin əməl dəftərindir. Allah unutmaz. Allah hər şeyi qeyd edib. Amma sən qeybət elədin deyə sənin bu savabı silib, o kimin ki qeybətini eləmişdir, onun dəftərinə yazıblar. Ona görə bu səndən silindi, ona yazıldı. Ona görə xeyir işləri burada görmürsən. Və qeybət nədir? Qeybət budur ki, deyirlər mömin haqqında bir sözü danışasan ki, eşitsə xoşuna gəlməz. Bu qeybətdir. Özü eşitsə narahat olar, o sözü danışmaq qeybətdir. İstər bədənlə bağlı eyb ola, istər xasiyyətlə bağlı eyb ola. Olan şeyləri, amma eşitsə acığına gələr, ona deyərlər qeybət. Və bunu da deyim ki, qeybəti danışmaqla qulaq asmaq elə eyni hökmdədir. Biri danışır, biri də qulaq asır, qulaq asanla danışan ikisi də şərikdir. Ona görə deyiblər ki, çalışın mane olasınız, qoymayasınız ki, bir möminin qeybəti siz olan məclisdə olsun. Tövbəsi də var, bütün günahların tövbəsi var. Tövbədən sonra yaxşı olar halallıq alasan. Amma əgər halallıq almağın fəsada səbəb olarsa, o biraz da qəzəblənərsə, deyiblər halallıq almasında onun üçün dua elə. Savablarından bağışla ona. Və buna qədər pis sözün danışmışdınsa, indi çalış dili onun barəsində xeyir sözlər öyrəşdir. İndi də onu çalış tərifləyəsən. Onda olan müsbət şeyləri danışmaqla bu günahdan azad olasan və bağışlanasan. Və qısa şəkildə bunu da deyim ki, bir neçə yerdə qeybət eləmək olar, icazə verilib. Onlardan biri budur ki, mən ad çəkmədən deyirəm, məsələn, bir nəfər belə elədi. Qeyri-müəyyən danışsam qeybətdir, adını deməsəm, müəyyənləşdirməsəm. İkincisi, bir adam aşkar günah eləyir, açıq-aşkar, cəmaatın içində. Onun açıq-aşkar elədiyi günahı mən desəm qeybətdir. O ki, aşkar hamının içində eləyib. Bir var gizlin, bir var aşkar eləyibsə, aşkar elədiyi günah haqda qeybətdir dediyim söz. Şikayət məqamında biri-birindən şikayət eləyirsə, qazinin huzurunda, orada qeybət yoxdur.
Məşvərət, biri məndən məşvərət edir ki, filan kəslə ticarət münasibəti qurmaq istəyirəm, sən onu tanıyırsan, necə adamdır. Orada mən onun pisliklərini deyə bilərəm, hətta bəzi yerdə deməliyəm. Çünki deməsəm xəyanət eləyərəm digərinə. Bu halda birinin nəsihət eləmək üçün olar. Məsələn, mən görürəm biri günahkardır, amma mənim sözüm təsir eləməyəcək. Gedirəm bir sözü təsir eləyən adama ondan danışıram, deyirəm bu günahları eləyir, sən ona nəsihət elə. Bu məqsədlə olarsa. Amma əgər günahını deməmək olsa lap yaxşı. Elə ümumiyyətlə deyəsən ki, bunu nəsihət elə, məsələn, bu səhv yoldadır. Bu şərtlə olar və bir də zalimlar və cəmaatı azğınlığa çəkən adamlar. O adamlar ki, fəsadları aşkardır, cəmaatı zəlalətə aparır, haqq yoldan azdırır, bu insanların qeybəti də caizdir. Buna da dinimiz bu qeybəti icazə verilən qeybətlərdən